Süni assimilyasiya isə dövlətlər tərəfindən məcburi şəkildə silah gücünə və yaxud da propaqanda gücü ilə aparılır. Bu proses əsasən Avrasiya məkanında üç yerə ayrılıb. Bu Çində və Rusiyanın əhatəsi dairəsində ölkələrdə, postsovet ölkələrində və əsasən Avropada olubdur. Çin bizə çox uzaq mövzudur, bizə təsirləri olmayıb, yəni mən bu barədə danışmaq istəmirəm. Amma biz bu prosesi Avropada da görmüşük. Yəni məcburi assimilyasiyadan söhbət gedir. Amma bu daha sivil yollarla aparılıb. Çünki Avropada milli dövlətlər yarandığı zaman kiçik mədəniyyətlər assimilyasiya olmağa başlayıb. Amma bu heç də onların silahla qırdırılması, kiminsə həbs edilməsi üzərindən olmayıbdı. Sadəcə güclü mədəniyyət digər mədəniyyətləri üstələyib və üzə çıxıbdı və dövlət şəklinə gəlibdi. Məsəl üçün Fransanın özündə, Almaniyanın özündə onlarla dil var ki, onlarla mədəniyyət var ki, onlar bu mübarizədə məğlub olubdu. Onlardan yalnız biri hazırki dövlət dili səviyyəsinə gəlibdi və hazırki dövlətin siyasi xəttini müəyyənləşdirir. Amma Avropalılar heç də zəif qalmış xalqların mədəniyyət və dilini məhv etməyib, onları da qoruyurlar. Sadəcə onların siyasi prosesdə iştirak olunması artıq mümkün deyil.